izləməyə. Sonra koderəyə baxaq. Oldu mu? Hı -hı. De görüm Şahin, heç baxmısan evdə ümumiyyətlə bu suallara? Olarak Bax yenə də. Mən demişəm sizə dənə-dənə izah eləyəcəm. Və çəkib şəklini götürəcəksiniz sizdə. Oldu mu? Ki sonra davamlı olaraq bunlara baxasınız. Çünki Tembol Dimin suallarıdır da, yəni bu vacibin vacibidir, belə deyək. Ümumiyyətlə, indi mən başlayıram izah eləməyə. Deməli, birinci sualda nə deyir? Birinci sualda deyir ki, diskriminantın qiymətindən asılı olaraq kvadrat tənliyin həll alqoritminin qurulmasının blok sxemini deyir, qurun. Diskriminant deyir. Əvvəla siz bilirsiniz ki, diskriminantı tapan zaman biz D bərabər ifadə var da, D bərabər B kvadrat minus 4AC-dir. Diskriminantın özünün şərtləri var. D məsələn böyük halı var, D-nin sıfırdan kiçik halı var və D bərabər sıfır olan halı var. Və bu ifadələr nəzərə alınmalıdır. Mən indi bunu quracam. Bunu qurmaq üçün belə deyək də, nədən başlayaq? Verilənləri daxil eləyək deməli. Məsələn, məsələn yazaram A, B və C. Bu hər hansı bir bizim üçün veriləndir. Bunu daxil eləyirəm mən. Baxın, görürsüz hansı blok sxemi qururam? Romb nə düzür? Paraleloqramda. Sonra burada bizim düsturumuz var idi. D bərabərdir B-nin kvadratı çıxaq 4AC. Yəni bu hesab blokudur da. Yəni mən hesablayanda ümumiyyətlə bundan hesablayacağıq. Hansı şərt daxilində? Gəl birinci götürək D böyük olan 0 halını. Bunu hesablayanda məsələn D-nin 0-dan böyük olduğu hala baxaram. D-nin sıfıra böyük olduğu hala baxsam, x-in 1 qiymətini tapırsan, düzdür, x-in 2 qiymətini tapırsınız. İndi artıq mən bunları burada geniş qeyd eləməyəcəm. Yəni çox da vacib deyil. Yəni artıq onu bilirsiniz. X-in 1 2 qiymətini tapırsınız da o düstur sayəsində. Və gəlirəm 1-ə hə qol olsun, bura isə yox qol olsun. İndi yox qoluna baxıram. Dediyim kimi, yəni bu kitabın arxasında biraz uzun uzadı verilib. Yəni bura bu formada kiçik bəsdir. Yox qoluna baxıram. Yox qoluna mən bir dənə şərt qoysam, Şahin. Deməli, əgər mən bura D bərabər 0 halını yazıb da, deməli, bura hə desəm, bura yox desəm. Deməli, bu halı zaten ödəmişik, baxmışam. D bərabər 0 halını götürsəm, bunun yox qoluna da D kiçik 0 halı qalır. O yüzdən bura yazaram yenə də x-in qiymətini. Deməli, biz ümumiyyətlə, siz riyaziyyatdan bilirsiniz ki, D-nin, yəni D kiçik 0 olanda nə olur? Yazaram ki, o zaman tənliyin həlli olmayacaq. Çapa gedər, tənliyin həlli olmaz. Yəni həlli yoxdur. Həlli yoxdur. Hansı halda həlli olmayacaq? D-nin sıfırdan kiçik halında. Artıq baxın, rahat şəkildə bloku belə mən qurmuş oldum. Всё. Bu da bizim blokumuz. Belə, belə. Bu biri. Bunu yeter. götürdük. Всё, iş bitdi bundan da. O ben X1 X2'ni ikisini nece çapa verir? Tapa verməyəcəksən. Bax, məsələn, əgər indi mən bunu geniş yazmıram, özüm məsələn yazsam ki, məsələn deyirəm, x kvadratı üstə gəl 3x üstə gələk 5, düzdür? Bu biz diskriminantdır da bizdə. Siz bunu necə tapırsınız? Bu diskriminantı indi mən bu üsulla tapsaq, birinci d-ni gedib tapırsınız, düzdür? Sonra köklərini tapırsınız da. Məsələn, bunu x1, x2 yazsam, məsələn, bax, -3 plus minus 3-ün kvadratı 9, çıxaq 5-i də, indi bax, burada mənfi bir şey olurdu. Yəni, mən bunu atdım artıq bu sualı özümdən. Burasında mənfi olmamalıdır da, düzdür? Bölünsün 2a. Elə bil ki, bax, bu uzun həngaməni gətirib buraya yazacaqsan, bir dəfə də buraya yazacaqsan. Bir dəfə necə hesablamırsınız? Məsələn, bir dəfə plus halı ilə, məsələn, bax, plus minus qoymuşam da. İndi mən bax, x1, x2-yə plus minus qoymuşam. Siz bir dəfə x1-i tapırsınız, bir dəfə də x2-ni də, məsələn, 3 çıxaqla tapıb yazmalısınız. Yəni, o yüzdən burada x1, x2-ni qeyd elədim, kifayətdir. Orasını başa düştüm. Hə, O sonra. hel yoktur'u Hə, çap bloku yazdık. Ben o birlere niye yazmadık? hara bura, deyir, burada belə. Şu, getdi. Oxu da qoyaq. Bax, D böyük sıfır halını götürdün. Getdik, həll elədik. Yox deyəndə gəldim bura. Yox deyəndə D sıfıra bərabər hə desəm gedib x taparam da, düzdür? D-ni sıfıra bərabər olmuş halını getirib həll eləyib taparam. X-i taparam. X-in qiyməti nədirsə. Və bunun digər qolu da yoxdur. Yox qolunda nə yazmalıyam mən artıq bura? Həlli yoxdur da, yəni burada. Всё.
Bax sən bu bloku qursan orada, bax bax bunu da qursan, bəs salam, bəsindir. Biri belə. Aha. Keçirəm digərini götürəm. Dedim də, yəni sizlə bunları çalışacağam quram ki, tam başa düşəsiniz. Çünki onun arxasında cavablarda bir ikisində problem var. Sonra 89-a. 89-a baxıram indi. 89-a. Bax mən sizə ümumiyyətlə izah eləmişdim də, yəni bu tipdən izah olunub sizə. Dəqiq ikisini götürüm elə. Bu tipdən izah eləmişəm. Bunu silək. Aha. Mən belə götürdüm, hər ikisini də quraq burada. Və dedim ki, bir dənə sual bundan düşəcək, yəni bu tip bir şey düşəcək. Bir də ki, sizə dəstlər də işlədəcəm mən, narahat olmayın. Koderan arxasında dəstlər var, ondan da işlədəcəm. Əvvəla gəlirəm indi 89-a. 89-a baxanda qarşıma bir ifadə çıxır. Biri faktorial, 2 faktorial, 3 faktorial, 4. Bu nə deməkdir? Yəni bu 1 vuraq 1 faktorialdır. Bu 1 vuraq 2 faktorialdır. 1 vuraq 2 vuraq 3 faktorial. Sadəcə qısa olaraq bu formada yazıb. İndi bunu tapanda sizə yadınızda mən dərsi keçəndə deyirdim ki, məsələn, faktoriala versə F hərfi ilə işarə qoyun, düzdür? S-i də gördün, S ilə işarə qoy. Düzdürmü Şahin? Demişəm bu şeyləri ki, yəni çaşma. Məsələn, bəzən gedib uşaq bunun yerinə P qoyanda sonra çaşıb qalır. Amma faktorialdır deyil, F hərfini yaz getsin blok sxemdə. Başqa niyə öz qeyd çətinə salırsın? Əvvəla baxırsan ki, bura cəmdir. Demişdim cəmdirsə, bu başlanğıcdır bizim üçün. Yəni cəmdə cəmə zaten biz bir qiymət verməliyik. Məsələn, adətən cəmi mən sıfırla başlayıram. Yəni sıfırla zaten başlamalıyıq ha burada da. Çünki burada sonra bir faktorial var. O yüzden. Əvvəla baxırsan sonra bura ki, bura n faktorialdır. N faktorial bilsən nədir Şahin? Yəni, məsələn, bu hansı bir ədəddir də, nə bilim tutaq ki, deyim ki, məsələn 10 faktorialdır. Məsələn, mən bilirəm bu ədədə hansıdır. Bu yerə n faktorialdır da. Blok sxemi quranda onu yazmayacağam da. Mən onun yerinə də gətirib yazacağam ki, mənim üçün bu n-dir, n. Bilmirəm də hansıdır. Yəni n dəfə ədəd daxilləməkdir. N dəfə. İndi bunu yazacağam, sonra isbat edəcəyik. Məsələn, buna n-i daxil etdim. Sonra İfadəmi çəkirəm, hesaba yazacağam nəyi? Məsələn, S-ə başlanğıcda qiymət vermək lazımdır, bir də F-ə. Dediyim kimi F yaz, faktorialı F-lə işarə qoy və nə idi? Bu da S, zaten başlanğıcda 0 verə bilərsən buna. İndi bura baxırsan ki, Şahin, sən faktorialı heç bir zaman 0-la başlaya bilməzsən. Çünki biz bilirik ki, faktorialı, məsələn, belə deyək də 1 vur, 2 vur, 3-dür də. Sən bura faktorialı başlanğıcda 0 versən, faktorial burada başlanğıcda 0 versən, zaten 0 nəyə vursun, o skip 0 eləyir. O yüzden biz 1 yazacağıq faktoriala. Yəqin ki, bura aydındır. Sonra növbətiyə baxıram. Gəlirəm indi. Qarşıma bir ifadə çıxmalıdır. Yaxşı, bunları daxil elədim. İndi mən necə hesablayım bunu? Aha. İndi mən bunun 2 dənə blokunu quracağam. Sənə hansı rahat olsa onu tam dərk elə. Mən adətən belə deyim, özüm daha çox modifikasiyalardan istifadə edirəm. Ha, yenə deyirəm, ha, mən bu quracağım bu da, digəri də. Yəni hər ikisi doğrudur, 100% doğrudur. Sən gedib modifikasiya ilə də yazsan, orada sənə 100% düz götürəcəklər. Və yaxud da ki, şərt bloku ilə qursan, yenə də düz götürəcəklər. Mən amma hər ikisinə toxunacağam. İndi bilmirəm, deyəsən arxada digər şərtlə verib. Amma mən modifikasiya ilə toxunacağam ki, tam dərk elə. Bax, modifikasiyanı çəkirəm. Aha. Şahin, de görüm, adımın sayını bilirəm nə qədərdir. Adətən yadda saxla, bu modifikasiyalarda verirsən, lap şərtli olsun. Məsələn, i kiçik məsələn n verirsən də, düzdür? Elə bax, elə bunu i hərfinə işarə qoy, rahat olsun sənə. I bərabərdir. Birdən n-ə qədər ədəd var. O ədədi mən bilmirəm. Yəni bu dövr n dəfə təkrar olunacaq, n dəfə. Zaten burada n də qiymət versən, rahat tapa bilərsən. N dəfə təkrar olacaq. Addımım da yoxdur deyə, deməli o bir-bir təkrar olunacaq. Məsələn, bura 5 versən, 1, 2, 3, 4, 5. 5. Bax, yəni qeyd elədiyim sən nədir? Bax, hər nüansı qeyd edirəm sənin üçün ki, tam dərk elə. Yəni bunlar hardan gəlir? Tamam, buranı da qeyd elədik. Deyirəm ki, məsələn, bura 5 verəndə, indi görün bura nə yazacağam? Məsələn, i bərabər 1-dirsə, deyirəm ki, ay Allah, görün mən bura nə yazmalıyam indi ki, faktorialları cəmi olmalıdır. Yəni bura mən ən azından bir faktorial yazmalıyam. Sonra həmin bu faktorialla
Bunu bir dəfədə cəmləməliyəm. Mən neyniyim? Deməli deyirəm, yenə də hesab blokunda f bərabərdir. F-in bir dəfə qiymətini vuracam i-nin qiymətinə. Hər dəfə i-nin qiymətinə vuracam. Məsələn, bu nə deməkdir? Məsələn, f-də 1 ilə başlamısan. i bir dəfə 1 olanda 1 vur 1 eləyərmi? 1 faktorial. Şahin, de görüm hələ bura qədər sualım var. Bax, dərk eləməyə çalış. Başa düşdüm. Aha. Bax, görsən buranı başa düşdünsə, tamam. 1 vur 1-i yazdıq. Bunun üstə gəlməsi də olmalıdır. Deməli, izni mən nə etməliyəm? Mənim üçün bir S olmalıdır. S-i nə ilə cəmləyirəm, Şahin? S-in üzərinə mən hər zaman nəyi gəlməliyəm? Nəyin qiymətini gəlməliyəm? F-i gəlməlidir, düzdürmü? Bu F-dir də, bax. Hər zaman S-in üzərinə mən F-i gələcəm. Hər zaman. Hər zaman. Dəqiqə, bu biraz şəng olmadı. Dəqiqə. Aha. Bax, bax, hər zaman F-i gələcəm. Все. Buranı da silək. Sonra isbat edeyim sənə. Deyərsən birdən ki, müəllim, axı kitabın arxasında məsələn cavab başqadır, niyə belə qoyursunuz? Blok sxemdir, yəni fərqi yoxdur. Proqramda ürəyin istədiyi kimi yaza bilərsən. Doğrudur hər ikisi. S-i də verəcəm çapa. Çünki zaten bizdən S-i deyirdi. Məsələn, Şahin, gəl bunu isbat eləyək. Deyirəm ki, n-ə 5 versəm. i olacaq neçə? 1, 2. Gəl 5 vermək biraz kiçildək, tez həll olsun. 3 verirəm n-ə. N-ə 3 verirəm. N-ə 3 verəndə, baxırsan bura, i gəlib bir dəfə götürəcək 1-in qiymətini, düşəcək aşağı. Qarşısına nə çıxır? F-in qiymətini vurur 1-ə. Yəni, i-nin qiymətini. F-in qiyməti 1-dir, 1 vuraq 1. Düşür aşağı. Deyir ki, S-in başına da 0 vermirsən. Üzürlü say. Bir saniyə. Aha. Deməli, baxırıq. İndi S-in qiymətini mən F-lə cəmləməliyəm ki, alam. S-i başlanğıcda 0 verməyim, deməli, doğru oldu. S-in qiyməti 0, üzərinə gələcəm 1. 1 vurub 1 elə 1 faktorial yazaram. 1 faktorial. Bura aydınsa dövrə bax, bax. Bura biti dövrə qayıdır. Gəlirəm i-nin 2 qiymətini götürürəm. Düşürəm aşağı, hesaba düşürəm. Deyir, F bərabərdir. F-in qiyməti, baxırsan ki, F-in qiyməti neçədir? F vur 1, zaten 1 idi. Deyir, vur 2-yə. Aha. S neçə olacaq indi? S-in son dəyəri üzərinə gəl 1 vur 2, elə bunu da 2 faktorial kimi yaza bilərsən. Görsən Şahin, alırıqmı eyni bir şeyi? Bəli. Başa düşürsən Şahin. Yəni buradan gedib mən sonda 3 də götürsəm, F nə eləyəcək? F deyəcək ki, F-in sonuncu dəyəri nədir? 1 vur 2, 3-ə də vuracam, bax bunu. Sonra bax bu 1 vur 2 vur 3-ü. Biz 6 faktorial da bir dəqiqə buranı bir dəqiqə. Oranı silim. Bir saniyə. Aha. Yəni baxırsan, götürüm çaşdım 2-ni vurdum. Deməli baxırsan bura. Yəni bunları hər dəfə isbat eləyəndə ən sonda 1 faktorial, 2 faktorial, plus 5 nöqtə n faktorial alınacaq. Bu bir qaydası. Gəlirəm indi eyni bunu çevirəm. Dedim kimi, yəni deyərsən ki, müəllim, axı arxada başqa cürdür. Başqa cürə verilib. Səhv eləmirəmsə bu başqa cürdə verilib. Necə verilib? İndi bunu mən silməyəcəm. Onu elə gətirib burada çəkəcəm. Yəni eyni çəkmirəm, sadəcə biraz onun mən sadələşmiş versiyasını verəcəm sənə ki, tam sən dərk et. Bax, dediyim kimi bu bloku da çəksən. Aha, bu birinci həllidir. Bax, bu 89-un bu birinci blokudur. Bu da ikinci blokunu çəkirəm indi. İkinci blokuna baxıram indi. Bir saniyə. Aha. Baxıram indi ikinci blokda nə olur? Yenə də məna eynidir ha. Yəni hər ikisini nə qoyursan qoy, mənası eynidir, dəyişəsi bir şey deyil. Yenə də eyni daxil eləyərəm. Sadəcə mənə hər zaman modifikasiya asan gəlir. Yəni daha elə bilirəm ki, onda blok sıxım daha belə yığcam olur. Nəsə elə düşünürəm. Deməli indi S-ə dəyər verməliyəm. S-i başlanğıcda verməlisən. Sonra bax, F-i verməlisən və i-nin qiymətini verməlisən axırda. Məsələn, S-ə 0 versəm, F-ə zaten 1 verməliyəm, i-yə də gətirib 1 verməliyəm. Niyə? Şərtdə hesablayacaq. Bunu hesaba daxil edik. Sonra düşürəm aşağı. Düşürəm qarşıma şərt bloku ilə quracam. Baxın, şərti çəkirəm. Şərti çəkirəm. Yazıram kiçikdir, bərabərdir n. Niyə? Çünki o sonuncu n də ora daxil olmalıdır. Bu da biri. Sonra yenə şərt qoyuram. Yəni hesaba daxil edirəm. Yenə f bərabərdir. Baxarsan ki, bax eyni mənadır. Fərqi yoxdur.
Bircə məqam fərqlidir. F vuruyor. Yenə də. S bərabərdir. S plus F. Bura qədər aydın deyək. İndi Şahin burada baxırsan ki, mən hər dəfə eni bura birdən enə yazmaq elə 1 plus ta ki enə qədərdir. Ancaq burada mən i'ni başlanğıcda 1 vermişəm. Tamam, 1 kiçikdir bərabərdir. Məsələn, n yazanda bura gəlir dövr bitir, amma gör məndə nə deyir? N dənə ədəd olmalıdır deyə yadda saxlayırsan ki, hər zaman belə ifadədə gərək i'ni də bir vahid gedib artırasan sən. Hər zaman. Artıq burada işimiz bitdi. Gəldi. Bir dəqiqə. Gəlirik burada belə. S-i çap edirik. Vəssalam. Vəssalam. Bu da digəri. Bu da digəri. Bu da belə. Gör hələ başa düşürsən nə iş gördüm mən. Və bunlar eyni qaldı. Bax. Sadəcə burada mən addımları burada vermişdim, amma görsən burada dediyim kimi i'yə 1-lə daxilləmişəm deyə. Məcburam mən hər dəfə i'nin qiymətini bir-bir artırım da. Artırmasam, mən gəlib onu burada, bax burada yoxlaya bilmərəm. Əvvəla 1-lə girdin, dövrə burada ən sonda 2 olmalı ki, mən gəlim yazım ki, məsələn 2 kiçikdir, bu nəsə. 2 kiçik bərabərdir, məsələn, n yazmalıyam. Yəni hər dəfə artırmaq lazımdır. O yüzden, yəni sən hansı sənə, yəni rahatdırsa, onu da yadda saxla. Ah, belə. Bu da belə. Əgər başa düşdünsə, keçim 90-ı da izah eləyim. Daha qısa variantlarla. Silirəm. Deməli 90-a baxırıq. Əvvəla şərti oxuyuram. Daxil edilmiş n sayda ixtiyari ədədin ədədi ortasını çap edən n sayda ədəd deyir. Ədədi orta deyir. Ədədi orta. Ədədi orta nədir? Ədədlərin cəminin, düzdürmü? Məsələn, belə deyək, 1, 2, 3-dürsə, cəmləyirdik, bunun sayına bölürdük. Bu ədədi ortadır. Özə neynədim mən bunu? Cəmlədim. Sayına böldüm. Bax, bu mənim üçün bir ifadə kəsb edir. Deməli, neynədim? Cəmlədim və sayına böldüm. Baxırıq bura. Cəmliyib sayına böləndə, yəni mənim burada bir esim olmalı. Sayı da həmişə kiçik n-dən işarə qoysan daha yaxşı olur. Bax, ən sonu çapa bu yazmalısan. Əvvəla bunu bir başa düşmək lazımdır. Bax, bunu. Özdə n sayda ixtiyari bir ədəd sözündə işlədir bizim üçün. İndi bura başlayaq yazmağa. Daxil edilmiş n sayda ədəd var bizdə. O daxil edilmiş n sayda ədədi mən bilmirəm. Yəni, hər dəfə özü deyir ki, ixtiyari ədəddir. Hər dəfə ixtiyari bir ədəd daxil edəcəksən, yəni fərqli bir ədəd olacaq. Məsələn, başlanğıcda yenə də, məsələn, s-i verərəm, 0 verərəm. Sonra n ədədinin, n-in özünü verərik. Çünki n sayda deyir. Biz bilmirik o n sayda nə qədər ədəddir, onu bilmirik. Bura s-i başlanğıcda belə, bu formada. Sonra düşürəm aşağı. Aşağı düşürəm və mən yenə də bunu modifikasiyalarını yazacağam. Neçədən ədəd deyir? N dənə bax, əvvəla buranı oxuyuram. N sayda ədəd deyir. N sayda ədədi i bərabərdir 1-dən n-ə qədər yazacağam. Bax, görsən, bir növ bayaqki kimidir, çətin deyil. Çətin deyil. Düşürəm aşağı. N sayda ədəd. Tamam, sonra görüm nə deyir. Sonra qarşıma çıxır ki, Şahin, ixtiyari ədəd olsun. İxtiyari sözü nə deməkdir? Deyirik, tamam, 1-dən n-ə qədər olsun, amma ixtiyari ədədlərin cəmi olsun da. Yəni, cəminin ədədi. Məsələn, bir dəfə demir, ardıcıl olsun. Məsələn, 1, 2, 3, 4, 5 demir. Sən bir dəfə i-nin bir qiymətini 1 götürəsən, sonra x-ə bir dənə qiymət daxilləməlisən. Məsələn, x-ə 5 daxilləyə bilərik. İndi mən burada ixtiyari bir ədəd deyir deyə buna bir y yazaram. İxtiyari nəvim hər hansı bir z, y, x hər hansısa bir ədəddir. Y ədədi yazıram. İxtiyari bir ədəddir bu. Yazıram bura ixtiyari. Özdə daxilində yazıram. Görsən, daxilində yazıram. Sonra, ixtiyari bu ədədi mən neynəməliyəm indi hər dəfə? S-lə bu y-i cəmləməliyəm. Deməli, S-lə y-i cəmləyirik hər dəfə. Ancaq çıxışda nə dedi bizə? Ədədi ortasını çap eləyəsən. Deməli, dedim, ədədi orta nə idi? Həmin ədədlərin, məsələn, 5-dir, 9-dur, 15-dir, hər nədirsə, toplayıb sayına bölmək. Burada da mən çapa verməliyəm nəyi? S-lə toplayıramsa, y də bunun, belə deyək də, məsələn,
Burada n də ədədlərin sayıdır. Məsələn, burada belə deyək də, ta ki 4 yazsaq, 1-dən 4-ə qədər ədədlərin ixtiyari ədədlərin cəmidirsə, onda mən bura nə yazaram? N. Bu da olar, bax bu da olar bu. Daxil edilmiş n sayda ixtiyari ədədin ədədi ortası. Bax, ixtiyari ədədin ədədi ortasıdır. Məsələn, bunu gəl isbat eləyək. N-ə 4 versəm, N-ə 4 versəm, gör harda nəyəsə başa düşməyəndə qeyd elə. Bax, N-ə 4 versəm, N 4 olsa, məsələn, yəni burada ardıcılıq nə olacaq Şahində? Görün, 1, məsələn, 1, 2, 3, 4 olacaq. Demişdim, bu hər zaman daxil olacaq. Düşürəm aşağı, i-nin bir qiymətini götürürəm. Şahin dedi ki, ixtiyari 4 ədəd toplayacağam. Bax, ixtiyari 4 ədəd toplayacağam. Y-ə özün bir qiymət verəcəksən. Məsələn, verirəm 16. Düşürəm aşağı, S qarşıma çıxır, deyir, S-in üzərinə 16-nı gəl. Tamam, gəldim elə 16. Getirəm yuxarı, qalxıram, i olur 2. I olur 2 düşür aşağı. Deyir yenə i-nə, yəni y-ə ixtiyari bir qiymət ver. Özündən bir qiymət ver. Yazarım tutaq ki 6. S neçə eləyəcək? 16 üstə gələk 6. Dövrə bir də qayıdacağam. Çünki mən 4 dəfə təkrar eləməliyəm. 3 verərəm. Y-ə yenə də özündən bir qiymət verirsən. İstədiyin ixtiyari bir qiymət verərsən. İxtiyari deyir də. Məsələn, buna da verərəm tutaq ki 3. Bu neçə eləyər? S bərabərdir 16, 6. Bu da eləyər 3. Sonra i-yə verəcəm ən son 4, 4-cü addımda. Y-ə də yenə elə bir qiymət verək ki, heç olmasa 25-dir, düzdürmü bu? 25 net 3 versək. Buna da elə 3 verərəm yenə də. 3 versək, neçə eləyir bu? 6, 6, 12. Aha, 28 eləyir də. Aha. Deməli, S də bərabərdir. Elə olsun ki, deyirəm, tam bölünsün. Deməli. Aha, deməli. 16 üstəgəl 6, üstəgəl 3, üstəgəl 3. Deməli, ixtiyari 4 ədədin, məni 4 dənə, burada n dənə deyirdi. Mən 4 dənə, bura, ixtiyari 4 ədədin cəmidir. Bax, artıq buranı görəndə, ixtiyari 4 ədədin ədəd ortasıdır. Niyə? Niyə? 4 dənə ədəd deyil, bax, S yazmışam. 16, 6, 3, 3. Sayı neçə idi? Neçə daxilləmişdim? 4-ə böləcəksən, bitdi, getdi. Amma özü bax, bu hissə ixtiyari 4 dənə ədədin cəmidir. İxtiyari 4 ədədin cəmidir. Bax, yəni sonda olun. Təkcə S yazsaydım, bax, N deyil, S yazsaydım. Burada bəzən verəcək, imtahanı düşə bilər. Yazar ki, ixtiyari məsələn 4 dənə ədəd, N dənə ədədin cəmi desə. Nə yazacaqsan? Bu formada daxil edirsən, o zaman sonda N-dir. Amma ədədi orta desə, S bölünsün N şəklində yazmaq lazımdır. Bu da belə. Bunu mən başqa cür də qura bilərəm. Aha. Bunu başqa cürə də qura bilərik. Necə? Əgər burada sıxıntı yoxdursa, bunu başqa formada da mən qeyd eləmək istəyərəm. Yəni sənə dediyim kimi hansı rahatsın. Day bu ikisindən də artıq, yəni mən düşünməmişəm bir şey artıq. Yəni kitabda bilirsən, səhvlərimsə deməli neçəsi verilir? Bir dənə verilir cavab olaraq. Yəni bir dənə. Mən amma ikisini qururam ki, yəni sənə hansı rahatsa onu yadda saxla. Bu biri, bu da gəlsin, hansındaydım? 90-dayıq da. İkincini də quracam. Yenə də eyni bir şeydir əslində. Ciddi bir fərq eləməyəcək. Amma bəzi məqamları qeyd eləsə daha yaxşı olar. Yenə də məsələn S-ə 0 verərəm. Ya zaten başlanğıcıdır. S-ə 0 verərsən. Bax görürsən indi eyni bir şey olacaq əslində. Yəni çox da fərqi olmur. Bir balaca dəyişiklik olacaq. Yenə də bax enə qiymət verirəm. Məna eynidir ha, fərqi yoxdur. Sənə az rahat. Aha, verdik. İndi şərt blokunda göstərməliyəm nəyi? Deyirəm ki, i kiçikdir bərabərdir n. Çünki mənə dedi ki, ixtiyari sayda n dənə ədədin cəmidir, ixtiyari. O yüzden n'i yazıram elə. Aha. Bu şərti qoyduq bura. Düşürəm aşağı, ixtiyari dedimi? Və indi burada x yazaram. Indi y yazmıram. X yazacağım. X-lə verəcəm. İxtiyari. Bax, bura yazaram. İxtiyari. Şərt blokun daxilində ixtiyaridir. Yəni, şərti götürür, bir dəfə özü qiymət verir. Nəyi neyəcəm indi? S plus X yazacağım indi bura. Artı bax, görsən, bu eyni şeydir. Sonra, mən deməli, indi burada. Tamam, hər dəfə i-ni bir vahid artırmalıyam. Hər dəfə. Şərt blokunda verəndə, yadda saxlayırsan, hər zaman gedib i-ni bir vahid artırmaq lazımdır.
Geri qayıdıram şərtə. Sonda nə olacaq? S böl N. Eynidir ha. Çox da fərqi yoxdur. Bu da bizim çapımız. Bu da belə qurmağı. Sənə hansı rahatsa onu yadda saxla. Yadda saxlamaq üçün də dediyim kimi Şahin, biraz bu tip testlərin üzərində praktik elə. Oldu mu? Yəni Aynen. praktik eləsən, bax məsələn mənim bu həllimi götürsən sən özün, şəklini çək götür, zaten yazıb qrupa atacağam. Çəkib götürsən, məsələn evdə də özün otur bir bunu bir denə elə. Bir düşünə yaz görək, özün bir yaza bilirsənmi? Ən azından yadda saxla. Blok sxemləri quranda heç olmasa bir açıq suallar, bir harasa qədər bir qur ki, bir ən azından bir nəsə bal versinlər. Yəni sənə üstünlükdür də açıq yazı işləri hardasa 18 bal verəcək. Ümumi 3 dənə yazı işi var orada. Harda 17-18 bal verir səhv eləmirəmsə. Deməli bu da belə. Bax hərəsindən 2 dənə yazıram. Belə. Şahində görün burada sualım var artıq. Aydın. Bax indi bu 40 dəqiqəni quracağam. Yerdəki 40 dəqiqədə də koderiyə baxacağam. Keçirik digərinə. Aha, dəqiqə mən qalxım digərinə də baxaq. Hə. Hansında qaldıq? Deməli 91. Nə deyir 91-də? 91-də. Saniyə. Vaxtımız yetdiyi qədər bu 40-da baxaq, görək burada nə olacaq indi. Deməli deyir ki, girişə verilən 3 dənə ədəd var. Aha, görək bu nə deyir. Girişə verilən 3 ədəd, 3 ədədin həndəsi və ədədi ortalarının cəmini hesablayam. Tamam. Bax, girişə verilən 3 ədəd. Bax Şahin, tez düşünürsən. Girişə 3 dənə ədəd verilir. Məsələn, x, y, z. Bilirəm o ədədləri yox. Verildi. Bax, bura qədər işi həll elədik. Sonra deyir ki, həndəsi, artıq bunu bu həndəsi ortanı falan yəqin ki, da belə deyim də imtahandan bilirsiniz. Həndəsi və ədədi ortasının cəmini dəqiqə həndəsi və yox, ədədi ortalarının cəmini. Hə, həndəsi və ədədi ortasını deyir tap. Tapan blok sxem. Əvvəla bunu vermişəm. Sonra gəlib yazaram nəyi? Ümumiyyətlə ədədi orta deyir. Özü 3 ədəd deyir. Bax bu 3 ədədin ədədi ortasını mən necə yaza bilərəm? X üstəgəl y üstəgəl z bölə 3 yazmalıyam da. Baxın sonra şərti qurarıq burada. Hesabda. Başa düşürsən buranı? Bax çətin deyil burası, rahatdır. Tam diqqətim burada. Bax sonra blok sxemləri belə çəkərik. Bax yazdım. 3 dənə deyir ədəd qoy. Tamam, yazdıq. Çəkirəm. Sonra nə deyir? Və yerin dəyişik yazmayı birinci həndəsi idim. Yəni yenə də sıxıntı yoxdur. Eyni bir şeydir əslində burada. Sadəcə deyir tap vəssalam. Sonra deyir ki, həndəsi ortanı yaz. 3 dənə ədədin həndəsi ortasını necə yazarlar Şahin? Bax 3 dənə ədədin həndəsi ortasını necə yazırsınız riyaziyyatda? Deyə görün mənə. Hasillerinin Hə. Belə, üçüncü dereceden kökü. belə bir şeydir də, düzdür? Belədir. Ha. Yadda saxlayın, bunu ancaq biz bunu belə deyək də, yəni proqram olaraq, siz riyazi olaraq, riyaziyyatda bu zaten belədir, o heç. Yəni riyaziyyatı mən pozmayacağam, qaydanı pozmayacağam. Sadəcə bir şey göstərəcəm ki, alqoritmdə də belə yazacaqsan. Eyni şeydir. X vuraq, Y vuraq, Z, bax mötərizənin üzərində 3/1. Eyni şey deyilmi bu? Eynidir də yəni bununla. Düzdür? Ha. Aha. İndi burada ya yazaram. Yazaram ki, məsələn, X vuraq Y vuraq Z belə 3/1. 3/1. Buranı da bağlayaram. Всё. Bu bilsən nə oldu? Bu artıq xətti bir tənlik oldu. Xətti tənlik. Xətti nə? Xətti alqoritm var idi. Xətti tənliklərimiz üzrə xətti alqoritm var idi. Xətti alqoritm oldu artıq bu. Aha. İndi bura baxırıq. Bu rahat oldu. Deməli çapa gedir nə olacaq? Məsələn, gəlib çapa ədəd ortaların cəmini hesablayam. Məsələn, bura bir P yazaram. Burada bir K yazarıq da, bir ədəd yazarıq. Aha, orada bir ifadə yazaq. Məsələn, burada bir K yazaram. Aha, aha. Məsələn, desə,
Həndəsi və ədədi ortalarının cəmini. Məsələn, indi ən sonda çıxartmaq P-ni. Yəni cəmi dediyin bax, burada ədədi ortalarının cəmidir. Ədədi ortanın cəmi zaten budur. Həndəsi ortası da budur. Desək ki, məsələn, çapa ver. Hesablayın alqaq blok sxemi. P-ni də çapa verə bilərəm, K-nı da çapa verə bilərəm. Bitdi getdi. Yəni P-ninki olacaq. Məsələn, P yazmışam. Özündə hər hansı bir hərf yaza bilərsən. Tutaq ki, P olanda həndəsi orta olacaq, K olanda da ədədi ortalarını çapa verib çıxardacaq. Belə. Bu da belə. Bu rahatdır. Başa düşdünsə davam edək. Yəni görsən riyaziyyatdır. Bax bunu qeyd elə kənarda. Bunu qeyd elə, bunu vsyo. İşin bitdi artıq. Bu formada. Sonra birinə də baxaq. Buradan deməli 92. Yenə də bax, əvvəla buranı oxuyursan. Girişə verilən 2 ədəd. Aha, 2 dənə ədəd var. Ən böyük bərabər olub olmasın soruşur, soruşsun. Bir dəqiqə. 2 ədəd var. O ədədi mən bilmirəm. Biri bax mənim üçün A-dır, biri B-dir. Bax bu formada qeyd eləyirsən orada. A ilə B-ni verib. İndi nə deyir? Deyir Şahin, ən böyük və ya bərabər olub olmamasını müəyyən edən alqoritm blok sxemi. Əvvəla buranı qeyd edəndə baxırsan, biz bu formada paralelogramda yazırıq. Qeyd elədik. Sonra şərt çəkəcəm. Deyir ki, ən böyük və ya bərabər olub olmaması. Yəni deyir ki, ya A B-dən böyükdür, ya da A kiçikdir B. Məsələn, yəni bax bunu yoxlamaq lazımdır. A B-dən kiçik deyilsə, deməli əksinə olacaq A bərabərdir B. Bax bunları biz yoxlamalıyıq bunu. Məsələn, indi gəl birinci şərtdə A-nın B-dən böyük olduğu hala baxaq. Əgər A B-dən böyüksə, aha, hə, qolu burada olsun, yox qolu. Bax yazıb ki, ən böyük və ya bərabər. A B-dən böyüksə, o zaman deyəcək get ən böyük ədədi çap elə. Məsələn, əgər A B-dən böyüksə, deməli A-nı çapa verəcək. Bax, çapdır bu. Sonra desək ki, əksinə olacaq. A kiçikdir B. Əgər A B-dən böyük deyilsə, deməli B-dən kiçikdirsə, o zaman mənə nəyə çapacaq? Hə desəm, burada yox desəm, bax, A kiçik B desəm, deməli onda çapa nə gedəcək? B gedəcək də. İndi bunu bir həllə də baxarıq. A B-dən də kiçik deyilsə, deməli bərabərdir də. Yazaram onda bura nə? Çapa da gedər bərabər. Vsyo. Artıq heç bunu yazmağa, şərt bloku falan quramağa ehtiyac yoxdur. Çünki artıq burada işimiz bitdi. Baxırsan indi burada bir məqama. Məsələn, bura 5 versəm, bura 4 versəm. Gəlirəm bura 5 böyükdürmü 4-dən? Deyərəm hə, onda gedir A-nı çap eləyər. Məsələn, indi yerin dəyişib də 9, 12 versəm. 9, 12 versəm. 9 kiçikdirmi 12-dən? Hə desəm o zaman gedib, məsələn, belə deyək də, cavabı nəyə çıxaracaq? 12-ni bir dəqiqə. Zaryadkam ölür. Aha. Deməli bir dəfə də gedib çıxaracaq 12-ni. Yox. Əgər bu da şərt ödənməsə də onda olacaq bərabərdir. Bu belə. Bu da belə. Yəni dediyim kimi videonu da atacağım. Dərin-dərin yenə də izahlara baxarsan. Mütləq şəkildə. Gedirik digərinə. Deməli. Baxaq burada görək nə qədər sualımız qalıb. 92-ni də bitirdik. Ay, hələ nə qədər var? 92, 93. Nə deyir burada 93-də? 93 asan bir şey oxşuyur. Bir dəqiqə də burada yazım. Deyir ki, girişə verilən ixtiyarı 10 ədədin cəmi. Bax, bayaqları izah eləmişdim. Deyirdim, girişə verilən, məsələn, ixtiyarı neçə ədədin cəmi. Hətta mən göstərmişdim bundan səhv eləmirəmsə. Məsələn, ixtiyarı 10 ədəd deyir. Məsələn, ESA başına da 0 verirsən. Zaten cəmi deyir də. Verdinmi? Bax, mən dediyim kimi 2-3 dənə hərflərlə getsən, rahat yaza biləcəksən. Məsələn, i-yə verirəm, məsələn, 1-dən 10-a qədər. Bax, modifikasiya ilə qururam elə bunu. Tez. Sonra nə deyir? 1-dən 10-a qədər ədədləri verdim. Deyir ixtiyari, indi deyir ki, ixtiyari. Camal belə üzr Şahin mən bura qeyd eləməliyəm nə? Tutaq ki, bir x ədədini. X ixtiyari deyir axı. Deyir bax 1-dən 10-a qədər ixtiyari 10 dənə ədədin cəmini hesabla. Yazdım bu formada. Deyir 10 dənə ədədin cəmini hesabla. S-in üzərinə hər dəfə x-i gəlmək lazımdır ki, sən onun həqiqətən cavablarını tapmış olasan. Bu da işimiz buradan bitir. Çapa da gedəcək S. Görsən bu rahatdır. Həqiqətən, yəni çətin bir şey deyildi bu. Çətin deyildi bu. Bunu başqa cürə də qura bilərsən. Bax, indi bilmirəm kitabın arxasında bilməm bunu necə verib. Amma yəni rahat yolu bax budur oğlum.
Bax, rahat yolu budur. Bunu yadda saxlasan kifayətdir. Yenə də X-ə hər dəfə gedib qiymət versən, görəsən ki, 10 dənə ədədin, belə deyək ki, cəmini tapmış olacaq ixtiyari. Bu da belə. İndi növbəti linki atacağım indi mən. Orada artıq sualları hazırlayırsan, mən sənin suallarına baxıram, oldu mu? Çünki indi mənim vaxtım bitəcək. Deməli, belə, belə. Günlük blok sxemlərdən bu qədər məncə kifayətdir. Gəlin və baxaq deməli 94-95-ə. Şahin, 95 var ha. 95-i qura bilərsən özün. Bundan sizə çox qurdurmuşam. Yadında ilk dərsə başlayanda deyirdim ha, şərt bloklarının sayını. Zəhmət olmasa indi bunu özün qur görün bu 95-i. Bax deyir blok sxemi qur. Qur görün bunu. Yəni bundan çox qurdurmuşam. O yüzdən deyirəm, yəni qur görək qura bilirsən. Qurandan sonra mənə çəkib at.